Buyurun Agil bəy. Deməli, mənim baxışım biraz başqa cürdür. Necədir? Deməli, Kamil müəllimin fikri ilə tam razıyam ki, insan nə qədər qəzadan qaçma texniki elementlərini bilsə yaxşıdır. Biz də kurslar, qəza əleyhinə kurslarımızda moral teksti, özünüz bilirsiniz də, qabağa təsadüfən adam çıxanda və başqa bəzi şeyləri öyrədirik. Amma tam sizin öyrətdiklərinizi öyrətmirik. Onun da səbəbi var. Birinci kurslar çox uzun çəkər. İkincisi də ki, iş orasındadır ki, sizin dediyiniz o driftlər, nələr boş meydançalarda, stadionlarda alınır. Şəhər içində o qədər maşın var ki, sizin məsəl üçün polis döngəsi var. Bəli. Düzdür? Yaxşı şeydir də qəzadan qutar, axırıncı anda, amma şəhər içində bu alınmır. Mən çox fikirləşmişdim ki, necə eləmək olar ki, kurslarımızda insanlar qəzaya düşməsinlər. Adi kurslarda siz düz deyirsiniz. Adi şeylər öyrədirlər, yalnız ütülənmiş versiya öyrədirlər. Amma qəza əleyhinə kurslar, intellektual qəza əleyhinə kurslar, izah edirəm. Alınmır drift. Alınmır kəskin hərəkətlər eləməyə, məsələn, çox kəskin hərəkətlər adını alınmır. Çünki maşın həddindən artıq çoxdur. Bəs necə qəzaya düşməmək? Öncədən görməyin hesabına. Öncədən hadisələri görməyi öyrədirik ki, bu buradan çıxsa mən nə edəcəm, avtobus üstümə gəlsə nə edəcəm, piyada qaçsa nə edəcəm, ağacın dalından insan çıxsa nə edəcəm. Əvvəlcədən bunu öyrədərək, yəni intellektual özünü qoruma metodlarıdır bu. Əvvəlcədən öncəni görməni öyrətməklə insanları qəzadan qaçmağı öyrədirik və minlərlə, yüzlərlə tələbələrimiz var. Yaxşıdır drift, yaxşıdır öyrənmək, imkan daxilində öyrənirik. Tətbiqi çətindir. Şəhər içində onu yalnız siz deyən meydançalarda, böyük meydanlarda eləmək mümkündür. Şəhər içində hayf ki, o variantları eləmək çox çətindir.